Salam dəyərli izləyicilərim. Bugün sizə Bülbülənin gözəl yerində, Viola Gül mağazininin yaxınlığında, əziz izləyicilərim, yəqin ki, tanıyanlar yaxşı bilir. Qabaq desək, Ağçiçək miydi, yoxsa indi Viola'da adı dəyişilir. Bu keçidin yanından, bax o sağa. Magistrala yaxın, magistrala sonra ikinci küçədir. Ümumi 3 sot torpağın içində yerləşən 8 otaq. Əsl külfət evidir. Əzizlərim, burada bir kəndi yerləşdirmək olar. Ama baxdığınız o birincisi qonaq otağı idi. Bura yataq otağıdır. Burada yenə belə bir uşaq otağımız var, ya uşaq yataq otağımız var. Bura ailə yataq otağıdır. Əzizlərim, evimiz özünə tikilmiş evdir. Qoşa daşla inşa olunub. Mən hal-hazırda ikinci mərtəbəni sizə təqdim etdim. İkinci mərtəbədən balkona da çıxış var. Baxa da bilərsiniz. Yəni, stol qoyub oturmağa çox qəşəng yeri var. Burada bizim mətbəximiz. Əzizlərim, evimizin sənəti qupcadır. Qiyməti də 160.000 manatdır. Bura bizim mətbəximiz. Burada da sanuzel. Evimizin qiyməti, əzizlərim, həqiqətində dəyərindən ucuzdur. Burada elə 3 sot torpağı, əziz izləyicilərim, burada heç 30 minə torpaq yoxdur. Burada torpaq hamı da bilir ki, qupcalı torpaq 50 mindir. Sadəcə olaraq bugünkü gündə ehtiyac var deyə ona görə satılır. Gedək birinci mərtəbəmizlə tanış olun, əzizlərim. Burada evimizin birinci mərtəbəsidir. Düzdür, hal-hazırda burada yaşayış yoxdur. Yəni, bunlar yaşamırlar da, ailə azdır. Ki, ailəsi çox olan, külfət olanlar burada da yaşasın. Çox qəşəng evdə, əzizlərim. Hər kim alsa, Allah xeyrini versin. Bax, burada evimizin həyəti.